Maaş gözləntiniz nə qədərdir? Bakı Mühəndislik Universiteti tələbələrindən soruşuruq. Oxuduğu ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Maliyyə mühasibat 8000-9000 manat arası. Mən industrial dizayn oxuyuram və 10-15 min dollar gözləyirəm ən az. Ekologiya mühəndisliğində oxuyuram. Azərbaycanda 500-600, xaricdə isə 2000-3000 arası gözləyirəm. Oxuduğum ixtisas informasiya texnologiyaları, maaş gözləntim 15000 dollar. Oxuduğu ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Mən memarlıq oxuyuram, 30-40 min gözləyirəm. Oxuduğum ixtisas mühasibatlıqdır. İlkin gözləntim 500-900 arası, daha çox inkişaf etdikcə və peşə mühasibə olduqdan sonra isə 2000 və 3000 arası düşünürəm olacaq. Oxuduğunuz ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Oxuduğum ixtisas informasiya təhlükəsizliyidir. Maaş gözləntim 8000 plus. Oxuduğum ixtisas ingilis dilində mühasibatlıqdır. İlkin olaraq 500-600, sonra 1500-2000 manat arası. Okay, my major is civil engineering. I'm studying civil engineering. And in Azerbaijan, my salary expectation is between 3000 manat to 5000 manat. Bəs sizin maaş gözləntiniz nə qədərdir? Yorumlarda qeyd etməyi unutmayın.